Ekran başında bizi izləyən hər kəsi salamlayırıq. Sağlam yaşa verilişi efirdədir. Bugün verilişimizdə ortopediya sahəsində insanları ən çox maraqlandıran problemlərdən danışacağıq. Diz və oynaq ağrıları, ayaq deformasiyaları, müasir müalicə üsulları və bir sıra maraq doğuran sualların cavablarını birlikdə öyrənəcəyik. Qonağımızı təqdim etməzdən əvvəl əməkdaşlarımızın hazırladıkları süjeti təqdim edirik. Sağlam həyatın əsas şərtlərindən biri hərəkət imkanının qorunmasıdır. Sümük və oynaq sağlamlığının bərpasında isə travmatoloq ortopedlərin üzərinə mühüm vəzifə düşür. Travmatologiya və ortopediya sahəsində çalışan Ceyhun Vahidli həm travmaların, həm də müxtəlif ortopedik xəstəliklərin, sümük sınıqları, oynaq zədələri, anadan gəlmə və sonradan yaranan ortopedik problemlərin diaqnostika və müalicəsi ilə məşğul olur. Hər bir pasiyent üçün fərdi yanaşma göstərilir. Müalicə üsulu müayinələrin nəticələrinə uyğun müəyyənləşdirilir. Müasir tibbin imkanları sayəsində bir çox ortopedik problemlər daha az travmatik üsullarla aradan qaldırılır. Cərrahi müdaxilələr zamanı tətbiq olunan yeni texnologiyalar pasiyentlərin daha qısa müddətdə gündəlik həyatlarına qayıtmasına imkan yaradır. Travmatologiya və ortopediya sahəsində hər bir əməliyyat pasiyentin həyat keyfiyyətinin bərpasına xidmət edir. Ceyhun Vahidlinin iştirak etdiyi mürəkkəb cərrahi müdaxilələrdən biri də Özbəkistanda icra olunan rekonstruktiv əməliyyatdır. Bud nahiyəsindən aldığı travma nəticəsində peroneal siniri zədələnən azyaşlı pasiyentdə düşük ayaq deformasiyası və axil vətərində kontraktura yaranmışdı. Cərrahi müdaxilə zamanı axil vətərində uzatma proseduru həyata keçirilib, ayağın normal biomexanikasını bərpa etmək məqsədi ilə tendon transferi və deformasiyanın korreksiyası icra olunub. Əməliyyatın əsas məqsədi pasiyentin ayağa düzgün basmasını, sərbəst yeriməsini və funksional hərəkət imkanını bərpa etməyidir. Oğlum Məhəmməd Amin travma nəticəsində çox ağır fəsadlarla qarşılaşmışdı. Müalicə üçün Özbəkistanda bir neçə həkimə müraciət etsəydi, istədiyimiz nəticəni ala bilmədik. Daha sonra Azərbaycanlı ortoped travmatoloq Ceyhun Vahidliyə müraciət etdik və nəticə budur. Həkimə dərin minnətdarlığımızı bildiririk. Uşağımız normal həyata qayıdıb. Artıq rahat şəkildə və dəstəksiz yeriyə bilir. Mütəxəssislər bildirirlər ki, belə mürəkkəb rekonstruktiv əməliyyatlar yalnız cərrahi müdaxilə ilə yekunlaşmır. Sonrakı reabilitasiya mərhələsi də müalicənin uğurlu nəticəsində mühüm rol oynayır. Azərbaycan ortopediyasında diqqət çəkən yeniliklərdən biri də ayağın baş barmağının deformasiyası, hallux valgus xəstəliyinin qapalı üsulla cərrahi müalicəsidir. Kiçik kəsiklərlə icra edilən bu üsul toxumaların daha az zədələnməsinə, əməliyyatdan sonraki ağrıların azalmasına və sağalma müddətinin qısalmasına şərait yaradır. Əməliyyatdan sonraki dövr də müalicənin vacib mərhələlərindən hesab olunur. Həkim tövsiyələrinə əməl edilməsi və reabilitasiya tədbirlərinin vaxtında həyata keçirilməsi hərəkət funksiyasının tam bərpasında mühüm rol oynayır. Yenidən studiyadayıq və süjetimizdən də bəlli olduğu kimi bugünkü verilişimizin qonağı Bakıdan dəvət olunmuş cərrah, travmatoloq, ortoped Ceyhun Vahidlidir. Həkim, xoş gəlmişsiniz. Çox sağ olun. Dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə minnətdarıq. Həkim, ortopedik problemlər son zamanlar həm gənclərdə, həm də yaşlı nəsil, belə deyək, yaşlı insanlar arasında çox geniş vüsət alıb. Bu problemlərin əsas yaranma səbəbləri nələrdir? Demək, yaşlı insanlarda ən çox artıq çəki birinci növbədə. Aldığı ağır travmalar, öncədən həkim müayinəsində olmamaqları, çünki bəzən kiçik problemlər, adi bir dərmanlardan müalicə, idmanlardan müalicə olunan problemlər zamanla getdikcə böyüyür, daha böyük problemlərə gətirib çıxarır. Ən böyük problemimiz həkim müraciətin gec olmasıdır. Ən çox xanımlarda, bəylərdə təsadüf olur, amma ən çox xanımlarda artıq çəkinin olması. Uşaqlarda isə problemlər travmaya bağlı, anadan gəlmə serebral iflic deyirik, anadan gəlmə iflic uşaqlardır. Ən çox rast gəldiyimiz bu dəqiqə problemlər bunlardır.
Bir də bu dəqiqə ən çox rast gəlinən problemlər arasında diz ağrısı var ki, bununla da bağlı müəyyən qədər şikayətlər mövcuddur. Bax, bu diz ağrısını bəzən insanlar adi ağrı kəsicilər qəbul etməklə bu problemi aradan qaldırdıqlarına inanırlar. Təbii ki, bu belə deyil. Bax, diz ağrısı niyə yaranır və ümumiyyətlə dizlərimiz niyə ağrıyır? Demək ki, dizdə problemlər çoxdur. Bu dəqiqə ən aktual problemlərimizdən biri artrozdur, yəni oynaq qığırdağının aşınmasıdır. Çox təəssüf ki, bu dəqiqə ən çox xanımlardadır bu da rast gəlinir. Daha erkən yaşlarda artıq artroz başlayır. Bu da dediyim kimi bir genetika da var burada. Artıq çəki, bir də dizdə kiçik problemlərin olduğu vaxtı qarşısı alınmayanda gətirib bu problemləri gətirib çıxarırlar. Artroza gətirib çıxarır. Artrozun da 4 mərhələsi var. Bu erkən mərhələlərdə dərman müalicəsi, fizioterapiyalar və digər müalicələrdən keçirmək olur, amma aşırı dərəcələrdə artıq əməliyyat tövsiyə olunur. Bu tək diz oynağına aid deyil, bu çanaq oynaqlarında da, çiyin oynaqlarında da ən çox rast gəlmə səbəbinə görə diz buçanaq oynağı daha çoxdur çiyin oynağına nisbətən. Çünki daima yük altında olan bir oynaqlar olardı. İnsan bədən kütləsinin əsas hissəsinin yükü diz və buçanaq oynağının üzərinə düşür. Ümumiyyətlə artrozu aradan qaldırmaq mümkündürmü? Ümumiyyətlə bu dəqiqə dünyada da heç bir vasitə ilə artrozu aradan götürmək olmur. Sadəcə erkən mərhələdə qarşısını almaq olur ki, artmasın. Artan zamanı artıq diz oynağının endoprotez dediyimiz əməliyyatları icra edirik ki, çünki onun dərmanla, konservativ müalicə ilə geri qaytarmaq olmur. Ümumiyyətlə, insanlar arasında yanlış fikirlər mövcuddur. Bu fikirlərdən biri də artroz və artrit xəstəliklərinin eyni hesab olunmasıdır. Bax, bu iki xəstəliyi fərqləndirən cəhətlər hansılardır? Ya ümumiyyətlə bunların simptomları mı eynidir? İnsanlar bu cür düşünür. Artrit dediyində birinci öncədən bizə oynağın iltihabi prosesi düşünürük. Artroz bir növ artritin sonraki fəsadlarındandır. Yəni, oynaqda iltihab proses başlayır, xəstə müalicə almır. Siz demiş, ağrıkəsici dərmanlardan bunu keçir. Düşünür ki, artıq keçdi bu şikayətdə. Gələcəkdə daha böyük bir fəsad artroz başlayır. Belə deyək, artroz artritin bir növ bir tərəfdə ağırlaşmasıdır. Onun üçün də onların fərqli-fərqli müayinələri var. Fərqli-fərqli müalicə növləri var. Artrozda fərqli, artritdə fərqli. Artritin də bir çox növləri var. Rematoiddən qaynaqlanan, digər iltihab prosesindən qaynaqlanan. Bunun üçün bunlar düzgün araşdırılmalıdır. Həkim, diz ağrısı ilə müraciət edən pasientdə MRT, rentgen və digər müayinələr nə zaman vacibdir? Yəni, düzgün diaqnozun qoyulması üçün nələrə diqqət olunur? Bu çox yaxşı sualdır. Deməli, diz ağrısı ilkin ağrılarda, yeni başlamış ağrılarda biz MRT müayinəsi edirik birinci. Rentgen müayinəsi ən çox yüksək yaşı çox olan insanlarda, illərdən ağrısı olan, anamnezdə illərdən ağrısı olan xəstələrdə artıq birinci rentgen müayinəsindən başlayırıq. Çünki orada şübhələndiyimiz irəli dərəcədə artrozdur. İrəli dərəcədə artrozu rentgen müayinəsi yetər. Yox, cavan şəxslərdə artıq MRT müayinəsi istəyirik. Çünki orada oynaqda bir qığırdaq var, meniskus deyirik. Halbuki oynağımızı qoruyur. Onun qopmasından şübhələnə bilirik, onun ödemindən şübhələnə bilirik. Dizdə digər vətər, əzələ sisteminin zədəsindən şübhələnir. Onun üçün cavan şəxslərdə, şikayəti yeni başlamış insanlarda MRT müayinəsi. Yox, illərdir dizimdə ağrı var, çəki çox, yaş çox, onda rentgen müayinəsi yetərlidir. Artıq müasir dövrdə yaşayırıq və bilirik ki, oynaq protezləri insanların yeriməsi üçün daha yaxşı təsir eləyir, belə deyək. Verilişimizin əvvəlində də siz də vurğuladınız ki, endoprotez əməliyyatlarını icra edirsiniz. Hansı hallarda mütləq endoprotez əməliyyatı tövsiyə edirsiniz ki, bu qaçınılmazdır? Demək ki, diz və buçana oynaqlarında, ya çiyin oynaqlarında artıq 3-cü dərəcəli bir artrozda, bunun 4 dərəcəsi var. 3-cü dərəcəli artrozda biz artıq endoprotez məsləhət görürük. 4 mütləqdir, 4-cü dərəcə mütləqdir. Bəzən xəstələr ümumiyyətlə
bir müddət də dərmanla yaşayım, sonra əməliyyat elətdirim deyə bir fikirləri var. Bu fikir o qədər yanlış bir fikirdir. Problem nədir? Diz oynağı artroz olanda sümük zaten sistemi zəifləyir, osteoporoz yaranır, çünki yük verə bilmir. Ətrafında bütün əzəllər də zəifləyir. Bu daha da ağırlaşır. Onun üçün artıq 3-cü mərhələdə, 4-cü mərhələdə endoprotez erkən mərhələdə, yəni 3-ün, 4-ün öncəsində endoprotez etdikdə əzələ bağ sistemi də yaxşı olur deyə xəstələr daha yaxşı fayda görür. İllərdən gecikmiş xəstələr endoprotez edəndən sonra bir 2-3 ay artıq əzələ gücləndirici məşqlər lazım olur ki, zəifləmiş əzələ sistemi də gücləndirəsin. Deməli, reabilitasiya dövrü 2-3 ay dediniz də? Bəli. O vaxt çəkir. Gecikmiş formalarda. Amma ümumiyyətlə, erkən formasında reabilitasiya müddəti nə qədər olur? Bu individual bir yanaşmadır əslində. Xəstələr var 2 həftədə. Yəni, sırf xəstəliklə bağlıdır, yəni ortopedik problemlə bağlıdır. Xəstənin özünə də bağlıdır. Xəstə var əməliyyatın sabahı günü, dəstəsi durur, normal həyatına qayıdır, gəzir. Xəstə var 2 həftə o dəstəkdən istifadə edir. Biz 2 həftə məsləhət görürük, çox naqrısk olmasın. Xəstələr sabah gündən durub aktivləşirlər. 2 həftə özlərini qorumalıdırlar, dəstək götürüb gəzməlidirlər. Düşünün, bu 4 həftədən sonra bu xəstə 30 il öncə necə o diz oynağından istifadə edirdi, ağrısız, rahat gəzirdi. Eyni vəziyyətdə rahat ağrısız gəzirlər. Həkim, əməliyyatlardan danışmışkən bir məqama toxunum. Siz Azərbaycanda ilk dəfə hallux valgus deyilən əməliyyatı ilk icra edən həkimlərdənsiz. Bax, bu əməliyyat haqqında, bu səhv eləmirəmsə qapalı keçirilən əməliyyatdır, yoxsa? Hallux valgus əməliyyatı illərdir bizim ölkədə icra olunur. Məndən öncə də, məndən sonra da icra olunur. Amma açıq, qapalı metoddur. Bəli. Əvvəllər açıq usuldan icra edirdik, mən də icra edirdim. İndi artıq Türkiyədə və digər inkişaf edilmiş ölkələrdə qapalı usul var. Metodla. Biz də artıq qapalı usuldan 1 sm bir kəsikdən girib, həm o əlavə yaranan sümüyü, bunyonu deyirik, onu götürürük, həm də oynaq deformasiyasını aradan qaldırırıq. Açıq ənənəvi əməliyyatla həmin bu əməliyyatın fərqi əməliyyatdan sonra pasiyentin daha tez ayağa qalxa bilməsidirmi, yoxsa başqa cəhətlər də mi var? Ümumiyyətlə, müasir tibbdə qapalı əməliyyat açıq əməliyyatdan üstün sayılır. Səbəbləri nədir? Qapalı əməliyyatda az travma veririk biz xəstəyə, açıq əməliyyatda daha çox travma veririk. Kəsik yerimiz az olur, yara problemimiz olmur qapalı usulda, xəstənin aktivləşməsi daha tez olur, xəstə daha rahat durub gəzə bilir. Açıq usulda gələcəkdə yara problemləri çox yaşayırdıq. Yaralar bəzən gec sağalırdı. Yük düşən tərəfdir deyə o hissə, bəzən 2-3 ay çəkirdi. Amma qapalı usulda xəstənin ayağında, biz indi görüntülərdə göstərərik onu, kəsik yeri bilinmir ki, həmin yerdə əməliyyat olunub, kəsik olunub, çox kiçik bir kəsikdən girib, həm bunyonu, həm deformasiyanı düzəldirir. Əlbəttə ki, qapalı usul açıq usuldan çox üstündür. Bəs istisna hallar mövcuddurmu? Yəni, məhz hallux valgus əməliyyatını açıq metodla icra eləmək? Aşırı dərəcədə, bu da bax, gecikməyə bağlı olan bir məsələdir. Hətta Naxçıvanda bir xanımı əməliyyat elədik, biz Bakıda əməliyyat olundu, xəstə düzdür. Çox ciddi formadaydı. Qapalı usuldan o düzəlməzdi, özünə məlumat verdi. O qədər gecikmişdi ki, bütün ayaq barmaqları deformasiya idi. Onu məcbur açıq icra etdik, açıq usuldan düzəltdik. Bu da gecikməyə bağlıdır. Erkən mərhələdə xəstə daha da ağırlaşmamış, qapalı usuldan icra edə bilirik bu əməliyyatı. Həkim, hallux valgusdan danışmışkən, ən çox kimlərdə rast gəlinir? Xanımlar. Xanımlarda, yəni bu ayaqqabı seçimi ilə əlaqəlidir. Hündür taban ayaqqabı, dar ayaqqabı, biraz genetika var, söz yox, amma ən çox hündür taban ayaqqabı, dar ayaqqabılar, ağır çəki. Yəni əsər 95%-larda xanımlarda olur. İstər valideynlər olsun, istər ümumiyyətlə yetkinlik yaşına çatmış insanlar olsun, ortopedə il ərzində nə zaman, yəni nə qədər müddət aralığında müraciət edilməlidir? Baxın, bu mütləq deyil.
xəstənin əgər bir şikayəti yoxdursa, onu narahat edən bir ağrı yoxdursa, mütləq deyil travmatoloqa müraciət etsin. Bəs hansı şikayətlər mütləq ortopedə müraciət edilməsinin vacibliyini Əgər xəstənin hansısa bir oynaqlarında davamlı ağrılar varsa, zamanla bu ağrılar artırsa artıq, buna ağrı kəsici içib lorud desək, bunu maskalamaq olmaz. Ağrı kəsici içirsən, ağrı keçir, amma orada proses gedir. Biz artıq bir müayinəlik baxanda görürük ki, gecikmiş mərhələdədir. Xəstədən soruşursan, ağrı kəsici içirəm, keçir. Ağrı kəsici içirəm, keçmir. Sadəcə gizlənir o, amma orada proses artır, ağırlaşma artır. Bu da düzgün bir hal deyil. Hətta bu gün mən burada xəstə qəbul edirdim. 15 ildə hər gün diklofenak içən xəstə var. Baxın, düşünün bunun həzm sistemində nə qədər problemlər yaradıb bu. 15 ildə diklofenak içir adam, hər gün. Və dizdə elə bir dərəcədə problem var ki, artıq əməliyyat olunmalıdır, reabilitasiya olunmalıdır və digər tərəfdən də daxili orqanlara 15 il diklofenak içmək o qədər böyük bir ziyan vurub ki. Bu məhəllədə çatdırmaq lazım deyil də, müasir tibbdə artıq bunların hamısının çarəsi var. Əslində buna səbəbiyyət, yəni verən, səbəb olan amillərdən bir neçəsi də el arasında yayılmış fikirlərdir ki, yəni zamanla oynaq ağrıları, yəni biraz orta yaşlı insanlarda normaldır və yaxud əməliyyat olunarsan ağrıların daha da şiddətlənər, geriyə bilmərsən fikirləridir ki, yəni bu problemləri gətirib çıxarır. Hətta mən o xəstələrə də izah edirəm ki, ümumiyyətlə, bu endoprotez əməliyyatı müasir travmatologiya, ortopediyanın bir inqilabıdır. Ən faydalı əməliyyatıdır. Düşünün, xəstə ağrıdan gəzə bilmir, həyat keyfiyyəti o qədər aşağı düşüb. Əməliyyat olunur, 2 aydan sonra xəstə eyni əvvəlki 20 il öncəki həyat keyfiyyətini qazanır. Bu mənim üçün, yəni və ümumiyyətlə, bu ortopediya, travmatologiya üçün böyük bir inqilabi bir əməliyyatdır. Xəstələr bəzən deyirlər, eşitirik biz o cümlələr ki, qonşuda filan xəstə əməliyyat olundu, hələ də gəzmir. Əgər bir xəstə endoprotez əməliyyatından sonra hələ də gəzməyibsə, daha doğrusu sabahı gündən durub gəzməyibsə, orada altda yatan böyük bir problem var. Ya əməliyyatında böyük bir problem var, ya xəstənin özünün də sümük əzələ sistemində böyük problem var, ya infeksiya olub xəstə. Çünki endoprotezdən sonra infeksiya riskləri var. Düzgün antibiotik qəbul eləməyəndə, xəstənin ağır bir infeksiyon xəstə keçəndə endoprotezi infeksiyalaşa bilir. Bunu da biz öncədən yoxlatdırırıq əslində. Bir ağciyərində baxırıq, qan analizlərində infeksiyanı göstərən analizlər var, onlar yoxlanmalıdır. Əgər hər şey kontrolda olunubsa, düzgün formada cərrahi əməliyyatı icra olunubsa, mümkünsüz ki, o xəstə yeriməsin. Yeriməsin yox, ağrısız, rahat yeriməsin. Yəni ağrılar 100%-lə demək olar ki, aradan qaldırılır. Endoprotez əməliyyatının mahiyyəti ağrısız, rahat gəzməkdir. Biz 6000 nə qədər endoprotez əməliyyatı icra eləmişik. 4 xəstəmizdə bu problemi yaşamışıq, infeksiya problemi. Bu, biraz xəstədən, həkimdən asılı olan bir nüans deyil, düzdür. Amma bunun da daha müasir yolları var. Əgər infeksiya varsa, birinci dərman müalicəsində infeksiyanı sağaltmağa çalışırsan, olmazsa xüsusi antibiotik sementlər qoyulur, yenidən endoprotezi qoyulur, xəstə yenə də aktiv həyatına qayıdır. Yəni, bunun da bir çarəsi var, bu da son deyil. Onun üçün gecikdirmədən, vaxtında uyğun, düzgün müalicə başlayıb, düzgün cərrahi əməliyyat icra eləsən, çox faydalı bir əməliyyatdır. Teşəkkür edirəm. Həkim, günümüzdə valideynləri ən çox narahat edən məqamlardan biri də anadan gəlmə but çanaq oynağının displaziyasıdır. Xahiş edirəm, bu barədə bizə məlumat verəsiniz. Ümumiyyətlə bildirim ki, bu dəqiqə but çanaq oynaq çıxıqları daha çox artıb. Səbəbi bəlli olmadan daha çoxdur. İlk ancaq ümumiyyətlə uşaq doğulandan 6 ay müddətində ultrasəs müayinəsindən keçməlidir. Amma indi
bizim artıq ölkədə sağ olsun ginekoloqlarımız, pediatrlarımız buna çox nəzarət edirlər. Əvvəllər belə deyildi. Əvvəllər o qədər problem yaşayırdı bunlarda uşaqlar. İllərdən axsayırdılar, səbəbi bəlli deyildi. İndi artıq pediatrlarımız 6 aya qədər ultrasəs müayinəsindən keçirirlər uşağı. Bir narahatsızlıq görsələr, travmatoloqa müraciət edirlər və onunla da əksər hallarda düzəlir. Yeni doğulmuşlarda bunu aşkarlamaq Ultrasəs müayinəsi. həmən Bəli, ultrasəs müayinəsi ilə mümkündür də, yəni. Əlbəttə ki, mümkündür. Ultrasəs müayinəsi ilə 6 ayına qədər ultrasəs informativ məlumat verir. Sonra artıq rentgen müayinəsində görürük. 6 ayında bir baxırıq, problem varsa korset bağlayırıq. Hər 6 ayda bir kontrol rentgeni çəkdiririk. Tam düzələndə artıq bütün müalicəni dayandırırıq. Bir də yastı pəncəliyə toxunmaq istəyirəm. El arasında bu sadə bir problem kimi görünür, amma əslində bu həqiqətən də sadə problemdirmi? Ümumiyyətlə, yastı pəncəlik elə bir problemdir ki, yastı pəncəlik bütün orqanizmində oynaqlarda problem yarada biləcək bir şeydir. Çünki çəki düzgün paylaşılmır deyə birinci ayaqda olan kiçik oynaqlar var. Onlar o qədər güc altında qalırlar ki, xəstə 30 yaşına qədər, 40 yaşına qədər mutludur. Orada bir sıxıntı yaşamır. 30 yaşdan sonra çəki artır, sümüklər zəifləyir, başlayır yastı pəncəlinin fəsadları. Hətta bugün bir xanım xəstəyə baxdım, yastı pəncəli olub. Əvvəllər deyir, heç bir şikayətim yox idi, düz də deyir. Çəki artıb indi, yaş müəyyən bir yaşa çatıb, çox ciddi bir problemlə gəlib. Yəni, ayaq müəyyən yaşdan sonra deformasiya olur. Deformasiya, zaten yastı pəncəlikdə ayaq deformasiyadadır. Müəyyən yaşdan sonra 2 qat artır düşünün. Və sümük də zəif, yük də artıb. İndi 5 metr deyir gəzirəm, yorulub otururam. Səbəb bu. Yastı pəncəlik. Əyri ayaq kimi bilinən anadan gəlmə deformasiya. Bəli. Onunla bağlı da fikirlərinizi öyrənmək istəyirik. Demək bu dediğimiz diaqnozun elmi adı PES-2 varusdur. Ayaq içə rotasiya olur. Doğulan kimi zaten valideyn bunu görür. Ana bətnində zaten ultrasəs müayinəsindən görünür. Doğulan kimi biz bunu görürük. Bir ay sonra, doğulandan bir ay sonra başlayırıq müalicəyə. Sadəcə bir 6 həftəlik gips sarğısı ilə biz onu tam düzəldirik. Yəni, müasir tibbdə onun çox rahat bir müalicəsi var. Bəzi hallarda dirənsli deyirik. Dirənsli çarpı ayaq düzəlmir. O da gələcəkdə xüsusi cərrahi müdaxilədən düzəlir. Amma 98% halda çarpıq ayaq 6 həftə gips sarğısından düzəlir. Sonda istəyərdim tamaşaçılarımıza tövsiyələrinizi verəsiniz. Hansı vərdişlərə yiyələnməliyik? Gündəlik həyatda nələrə diqqət eləməliyik ki, bu problemlərdən əziyyət çəkməyək? Deməli, oynaq dediyimiz əzələ və sümükdən ibarətdir. Bunun üçün ən önəmli gündəlik əzələ sistemi gücləndirmək üçün düzgün idmanlar olmalıdır, üzüçülük olmalıdır, yürüyüş olmalıdır. Yəni, bunları kim bacarırsa ən azı birini elətməlidir. Düz yol yerimək əzələlərə, oynaqlara çox faydalıdır, sağlam oynaqlara. Düzgün qidalanma artıq çəki qətiyyən olmaz. Ən ziyan olan artıq çəkidir. Ağır, birdən-birə ağır naqusqalı idmanlar olmaz. Çünki əzələ vətən sistemini zədələyə bilər. Bir də düzgün qidalanma. Nəinki Azərbaycanda, yəni Bakı şəhərində siz həmçinin Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvanda müəyyən əməliyyatlar icra edirsiniz və müəyyən bir müddətdən gəlirsiniz. Bax, bu əməliyyatlar, hansı əməliyyatlarda ən çox müraciət olunan şikayətlər hansılardır? Bununla da bağlı fikirlərinizi öyrənmək istəyərdik. Deməli, biz ayda bir dəfə burada xəstə qəbul edirik. Bəzən təcili əməliyyat olanda daha tez-tez gəlirik. Və ən ağır əməliyyatlar da artıq burada icra edə bilirik. Endoprotez əməliyyatları, sınıq əməliyyatları, artıq bu sistemi burada yaratmışıq. Burada cərrahi müdaxiləsini icra edirik, idmanlarını burada verə bilirik. Bundan sonra da inşallah davam edəcək bunlar. Həkim, dəyərli məlumatlarınız və tövsiyələriniz üçün sizə minnətdarıq. Təşəkkür edirik. Çox sağ olun.
Dəyərli tamaşaçılar, ümid edirik ki, bugünkü mövzumuz sizin üçün də faydalı oldu və sonda bir daha xatırladım ki, bugünkü mövzumuzla bağlı studiyamızın qonağı Bakıdan dəvət olunmuş cərrah, travmatoloq, ortoped Ceyhun Vahidli idi. Bugünlük isə bu qədər. Hər zaman sağlam qalın, növbəti görüşlərədək.